Xocalı faciəsi bir gecədə baş vermədi. Şəhər aylarla mühasirədə saxlanıldı, elektrik enerjisi kəsildi, yollar bağlandı. İnsanlar dünyadan təcrid olundu. Bu, əvvəlcədən planlaşdırılmış etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Məqsəd yalnız bir şəhəri işğal etmək deyil, bütöv bir xalqın iradəsini sındırmaq idi. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhəri mühasirəyə alındı. Şəhər ağır texnika və müasir silahlarla atəşə tutuldu. Evlər yandırıldı, insanlar amansızlıqla qətlə yetirildi. Xocalı soyqırım ərəfəsində Xocalıda təxminən 7000 əhali yaşayırdı və bilirik ki, o dövrdə Xocalıda keçmiş Sovet ordusunun 366-cı moto atıcı alayı yerləşirdi. Bu moto atıcı alay hələ 1985-ci ildə Xankəndində yerləşdirilmişdi. Alay Gəncədə olan deməli 23-cü hərbi desant diviziyanın bir hissəsi idi, hərbi hissəsi idi. Deməli, fevralın 25-dən 26-sına keçən gecə Xocalıya hücum olur. Həmin hücumda məhz 366-cı moto atıcı alay fəal iştirak edir. Həmin alayın tərkibində çoxlu sayda erməni zabit və əsgərləri var idi. Kifayətdir onu demək ki, sonradan Ermənistanın hərbi naziri olmuş Seyran Ağayan həmin batalyonların birinə rəhbərlik edirdi. Ondan başqa erməni cinayətkarı Vitali Balasanyan da həmin dəstələrin rəhbərlərindən biri idi. O gecə 613 nəfər, 63 uşaq, 106 qadın, 70 qoca yalnız Azərbaycanlı olduqlarına görə öldürüldü. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini itirdi. 1275 nəfər əsir götürüldü, yüzlərlə insanın taleyi isə bugünədək naməlum olaraq qalır. Bu rəqəmlər yarımçıq qalan ömürlər, susturulan səslər, məhv olmuş taleylərdir. Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu qətliamın soyqırımı kimi tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Times, Guardian, Le Monde, Rusiyanın İzvestiya qəzetlərinin müxbirləri öz gözləri ilə Xocalıda törədilən cinayətlərin şahidi olmuşdular. Sonradan dünya mətbuatına bu hadisələr çıxarılmışdı və onlar Xocalıda törədilən qırğınları İkinci Dünya müharibəsi vaxtı Alman faşistlərinin Yahudilərə, Slaviyalılara və digər xalqlara qarşı törətdikləri soyqırımı ilə müqayisə edirdilər. Biz bilirik ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası başladı və məhz bu ədalət kampaniyasının böyük rolu oldu ki, bu Xocalı həqiqətlərinin dünyaya tanıtmasında. Tarix göstərdi ki, Azərbaycan xalqının iradəsini sındırmaq mümkün deyil. Bugün Xocalı artıq azaddır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı tarixi zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Xocalı caniləri törətdikləri cinayət əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verməli oldular. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağının ucaldılması ilə ədalət bərqərar oldu. Qalib xalq, qalib dövlət və qalib Ali Başkomandan bir mənalı olaraq erməni kökünü Azərbaycandan uzaqlaşdırdı, erməni dəhşətini uzaqlaşdırdı və 1923-cü ildə Sovet Rusiyasının təzyiqi ilə yaradılan Dağlıq Qarabağ qurumunun da tarixin arxivində verdi. Bugün Azərbaycan qalib dövlətdir. Bugün Xocalı yenidən qurulur, Qarabağ yenidən qurulur. Bu bizim uğurumuz onunla yanaşı həm də bu bir ibrət tarixidir. Böyük qayıdış proqramı çərçivəsində sakinlər doğma torpaqlarına qayıdır, şəhərdə yeni evlər tikilir, məktəblər, sosial obyektlər istifadəyə verilir. Bir vaxtlar dağıdılmış şəhər indi yenidən canlanır.
Xocalı təkcə keçmişin faciəsi deyil, həm də gələcəyin yaddaşıdır. Bu, Azərbaycan xalqının unutmadığı, unutmayacağı və ədaləti bərpa etdiyini göstərən canlı tarixdir.